aksiyamızın açılışını himnimizlə eləyək. Zəhmət olmasa hər kəs himnimizi oxusun. Başlayaq. Məclisin vətəndə hörmətli iştirakçılar, bugün burada ABŞ-ın paytaxtı Vaşinqtonda azadlığın və hüququn simvolu olan Kongres binasının qarşısında toplaşmışıq. Biz azizan vətəndaşları olaraq susmağa məcbur edilənlərin səsi olmaq üçün buradayıq. Biz bugün həm keçmişimizin şanlı mirasını yad etmək, həm də bugünkü haqsızlıqlara etiraz etmək üçün buradayıq. Dünən 28 may bizim üçün sadəcə bir bayram deyil, həm də milli kimliyimizin təməlidir. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu, şərqdə ilk demokratik İslam ölkəsi oldu. Bu respublika qadınlara səs vermə hüququ verən ilk İslam ölkəsi oldu. Mətbuat azadlığını və vicdan azadlığını tanıdı. Həm də hüququn aleyhini və xalqın iradəsini əsas aldı. Cəmi 23 ay yaşasa da bu cümhuriyyət göstərdi ki, Azərbaycan xalqı azad yaşamağı bacarır və haqq edir. Həmin cümhuriyyətin qurucuları Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və başqaları olmaqla bizə yalnız tarix yox, həm də vicdan borcu bıraktılar. Bugünkü mübarizəmizin də borcu davam edir. Bugünkü Azərbaycan Cumhuriyyətinin ideyalarına zidd bir rejimdir. Bugün Azərbaycanda seçkilər saxtalaşdırılır, azad media susturulur, fərqli düşüncəyə sahib olan insanlar təqib olunur. Bugün həm də Tofiq Yaqublu və bütün siyasi məhbuslara azadlıq tələbi ilə toplaşmışıq. Tofiq Yaqublu 40 günlük azadlıq aksiyasından sonra ölümün bir addımında olarkən ailəsinin bir faciəsinə və veya bir neçə faciəsi baş verməməsi üçün azadlıq aksiyasını dayandırmağa məcbur oldu. Bunların hamısına heç birinə baxmayaraq Tofiq Yaqublu hal-hazırda heç bir xəstəxanaya götürülməyib və azad olunmayıb. Tofiq Yaqublu hal-hazırda sağlığına çox ciddi bir ziyan dəyir. Və Tofiq Yaqublu'nun dərhal xəstəxanaya götürülməsi və azad olunmasını tələb edirik. Tofiq Yaqublu'ya azadlıq! Tofiq Yaqublu'ya azadlıq! Tofiq Yaqublu'ya azadlıq! Tofiq Yaqublu'ya azadlıq! Bütün siyasi məhbuslara azadlıq!
insanları şərləyib, həbsə ataraq, işgəncə verərək mübarizə aparır. Tofiq Yaqublu bu gün nə üçün həbs edilib? Çünki o susmur, çünki o korrupsiyanı ifşa edir, haqqı deyir və xalqın yanında dayanır. Onun səsi xalqın səsidir. Bu səsi susturmaqla əslində xalqı qorxutmaq istəyirlər. Bu təkcə Tofiq Yaqublu yox, digər siyasi məhbuslara da aiddir. Bütün siyasi məhbuslara azadlıq! Məhbuslara azadlıq! Jurnalistlərə azadlıq! Jurnalistlərə azadlıq! Hüquq müdafiəçilərinə azadlıq! Azərbaycanda bugün yüzlərlə siyasi məhbus var. Jurnalistlər həqiqəti yazdıqları üçün, siyasi fəallar xalqın hüququnu, haqqını müdafiə etdikləri üçün, gənclər bəzən sosial şəbəkələrdə statusla paylaşdıqları üçün təqib olunurlar. Bu insanların taleyi deyil, sadəcə hüquqi məsələ də deyil. Bu həm də vicdan məsələsidir. Onların azadlığı bizim cəmiyyət olaraq nə qədər insan qaldığımızın göstəricisidir. Buradan həm də beynəlxalq ictimaiyyətə çağırış etmək istəyirəm. Dear friends, colleagues and supporters of human rights, we are gathered here today in front of the United States Congress not only to mark a historical date for our nation, the anniversary of the first secular democratic republic in the Muslim world. The Azerbaijan Democratic Republic founded on May 28, 1918, but also to raise our voices for those who cannot speak freely today. We are here to demand freedom for Tofiq Yaqublu, a courageous political activist who has been repeatedly imprisoned speaking for truth to power. Journalists, youth activists, opposition leaders whose only crime is refusing to remain silent in the face of injustice. We call on the international community, especially the United States and its democratic allies, do not turn a blind eye to political repression in Azerbaijan. Demand the release of all political prisoners. Hold the regime accountable for systematic human rights violations. Democracy must not be sacrificed for geopolitical convenience. Silence enables authoritarianism, but together we can give voice to the silence. Freedom for Tofiq Yaqublu! Freedom for Tofiq Yaqublu! Freedom for Tofiq Yaqublu! Freedom for Tofiq Yaqublu! Freedom for Azer Qasımlı! Freedom for Azer Qasımlı! Freedom for Rüfət Səfərov! Freedom for Rüfət Səfərov! Freedom for Anar Məmmədli! Freedom for Anar Məmmədli! Freedom for Sevinç Vaqif qızı! Freedom for Vaqif qızı! Freedom for Fatimə Mövlamlı! Freedom for Fatimə Mövlamlı! Freedom for all political prisoners! Freedom for all political prisoners! Justice for the people of Azerbaijan! Justice for the Azerbaijani people! Justice for the people of Azerbaijan! Justice for the people of Azerbaijan! Biz kimik? Biz bir grup insan deyilik sadəcə. Biz bu xalqın oğul və qızlarıyıq. Biz bu xalqın vətəndaşları olaraq biz buradan deyirik. Tofiq Yaqublu azad olunmalıdır. Siyasi məhbuslara azadlıq verilməlidir. Azərbaycan xalqı ədalətli, demokratik bir ölkədə yaşamağa layiqdir. Ne için buradayız? Çünkü biz bilirik, eğer bugün sussak, Cumhuriyetin ruhuna xəyanət etmiş olarıq. Eğer bugün sesimizi çatdırmasak, azadlıq xatirinə, azadlıq sadəcə xatir olarak qalacaq. Azərbaycana azadlıq! Azerbaycan'a azadlık! Siyasi məhbuslara azadlıq! Siyasi mahpuslara azadlık! Jurnalistlere azadlıq! Jurnalistlere azadlık! Hüquq müdafiəçilərinə azadlıq! Hukuk müdafiəçilərine azadlık! Sevinç Vaqif qızına azadlıq! Sevinç Vaqif qızına azadlık!
Meydan TV'nin baş redaktörü olan Aynur Günəş xanımın doğum günüdür və Azərbaycan kimi bir ölkədə şərəfli və qəddli insanlar, haqqı deyən insanlar adətən doğum günlərini İlham Əliyevin əsirliyində həbsxanalar keçirirlər. Və buradan Aynur Günəş xanıma tezliklə azadlığa çıxmasını və növbəti doğum günlərinə elə həmçinin bütün siyasi məhbuslar doğum günlərini, bayramlarını demokratik bir Azərbaycanda qeyd etmək diləyilə. Bütün siyasi məhbuslara azadlıq! Bütün siyasi məhbuslara azadlıq! Jurnalistlərə azadlıq! Jurnalistlərə azadlıq! Jurnalistlərə azadlıq! Jurnalistlərə azadlıq! Hüquq müdafiəçilərinə azadlıq! Hüquq müdafiəçilərinə azadlıq! Sənan Zeynalova azadlıq! Kənan Zeynalova azadlıq! Aytaç Tapdığa azadlıq! Aytaç Tapdığa azadlıq! Xəyala Ağayeva azadlıq! Xəyala Ağayeva azadlıq! Ülviyə Əliyə azadlıq! Ülviyə Əliyə azadlıq! Əhməd Məmmədliyə azadlıq! Əhməd Məmmədliyə azadlıq! Elnarə Qasımovaya azadlıq! Elnarə Qasımovaya azadlıq! Ayşəyin Umudovaya azadlıq! Ayşəyin Umudovaya azadlıq! Sevinç Vaqif qızına azadlıq! Sevinç Vaqif qızına azadlıq! Nərgiz Aksalovaya azadlıq! Nərgiz Aksalovaya azadlıq! Bütün siyasi məhbuslara azadlıq! Bütün siyasi məhbuslara azadlıq! Bir daha gələn hər bir kəsə öz təşəkkürümü bildirirəm. Həqiqətən də var olun. Çox adam uzaq yollardan gəlir və bu bizi göstərir ki, biz həqiqətən də Azərbaycandan çıxsaq da Azərbaycan bizdən çıxmayır. Biz Azərbaycan xalqını, Azərbaycandakı vəziyyəti düşünürük, oradakı siyasi məhbusların həyatının necə təhlükədə olduğunu, orada söz haqqının necə olduğunu dərk edirik və buradan öz səsimizi onlara çatdırmaq istəyirik. Necəsə dəstək olmaq istəyirik və buradan digər soydaşlarımıza da səslənirəm. Bizə qoşulun, fərq yoxdur kimlə qoşulursunuz. Əsas məsələ bu mübarizəyə dəstək olun. Əmin olun ki, bütün diktaturalar sonunda xalqa qarşı məğlub olurlar və biz əmin olun ki, qalib gələcəyik. Birləşək, güclü olaq. Eşq olsun. Yaşasın Azərbaycan! Yaşasın